suala baxaq. Deyir ki, bu sualda da sinus 28 dərəcə bərabərdir A olarsa, diqqətlə qulaq as. Bax, deyir bu A olarsa, sinus 236 dərəcənin qiymətini ailə ifadə eləməyimizi istəyir. Əlbəttə, neyi yazım burada? Çevirmə üstündən istifadə eləməliyəm, düzdürmü? Onda belə yazarıq da, sinus 180 dərəcə üzərinə netəcək mənim 236 əlbəttə 56 dərəcə də, düzdürmü? 56 dərəcə. Bu zaman 236 dərəcə neçəncə bu bucağıdır? Üçüncülük. Üçüncülükdə sinüs nə olurdu? Mənfi. Mənfi olduğundan bu da dəyişmir, özü qalır. Oldu mənfi sinüs neçə? 56 dərəcə. Sinüs 56 dərəcə nədir? Sinüs 2 alfanı atılışır, dərəcəyi. Daha doğrusu burada sinüs 28 verir baxı bizə. Anı. Deməli sinüs 56 dərəcədə deməli sinüs 2 alfadır. Biz sinüs 2 alfanı kosinüslə yazmalıyıq da. Kosinüslə yazmalıyıq. Yazaq da. Olsun deməli mənfi 2 sinüs mən bunu yox. Şeylə kosinüslə yazsaydım daha asan çıxmazdı. Olsun. Mənfi 2 sinüs 28 dərəcə vurulsun. Kosinüs 28 dərəcə yazaq. Uşaqlar, bu qalsın yerində. Bundan işimiz yox. Mənfi 2 sinüs 28 dərəcə, olsa sinüs 28'i bilirəm də, A'dır. Oldu mənfi 2 vuraq A. Düzdür. Kosinüs. Üstünümüz var idi, sadə. Kosinüs kvadratı alfa üzərinə gəlsin, sinüs kvadratı alfa bərabərdir 1'ə. Bax, indi mən buradan sinüs var, kosinüs yoxdur. Buradan kosinüsü tapıram. Kosinüs kvadratı alfa bərabərdir 1 çıxaq sinüs kvadratı alfa. Onda belə yazmaq olar kosinüs tapmaq üçün. Yəni kosinüs 28 dərəcə bərabərdir 1 çıxaq nəyə? Sinüs kvadratı 28'ə. Onda kosinüs 28 dərəcə bərabərdir 1 çıxaq sinüs kvadratı 28. Uşaqlar, sinüs 28 nə idi? A. Burada yerinə yazsam, kosinüs 28'in yerinə belə yazıram da. Kök altında 1 çıxaq nə? A'nın kvadratı. Olar belə. Gəlirəm, bunu yazmışam, bunu da yazıram ardınca. 1 çıxılsın A'nın kvadratı. Deməli, mənfi 2 A kök altında 1 çıxaq kvadrat. Doğru cavab edir C var. Bax, diqqətlə qulaq as. Önəmli sualdır, qarşımda çıxa bilər. Aydın da.